Salam əziz izləyicilər, xoş gördük kanalımda. Bu günləri sizə ən gözəl salatlardan olan lobya salatının hazırlamasını göstərəcəm. Qarabağ salatıdır. Yəni mən özüm burada hazırlamamışam, lakin hazırlama qaydasını göstərəcəm. Bacımın evinə qonaq gəlmişəm. Bacım hazırlayıb bu salatı. Çox da gözəl, mükəmməl dadı var. Əvvəlcə lobyaları qəşəng yuyuruq, qoyuruq qaynamağa. Gördüyünüz formada çox xırda-xırda doğranmayıb. Elə demək olar barmaq boyda hardasa doğranılıb. Biraz qaynayandan sonra üzərinə pomidorları əlavə edirik. Ərzaqların miqdarını da postun altında qeyd edəcəm. Deməli, pomidorlar necə soyutma bağlamırıq. Həmən formada pomidor bişir. Yəni qabığını rahat soymaq olur. Pomidorları yığıb ayırırıq. Lobya bişənə qədər də göyərtiləri hazırlayaq. Pomidor da burada soyusun. Bacım burada bizim üçün məkədə qaynadır. Deməli, pomidorlar soyuyana qədər göyərtilər hazırlayırıq. Daha doğrusu doğranılır. Burada yarım dəstə nanə var. Təzə nanə çöplərindən ayırıb doğranılır. Bir dəstə şüyüd doğranılır xırda-xırda. Bir dəstə də keşniş. Yəni bunun dadı əsas bunun keşnişin şüyüdündə, göyərtisində, bir də sarımsaqla pomidorun qarışımındadır. Ona görə yəni əlinizi bol eləyin. Göyərtini çox az eləməyin. Elə bir dəstə göyərti, şüyüd, keşniş, yarım dəstə də nanə. Qəşəng bunlar xırda doğranılır. Ondan sonra lobya burada baxır ki, bişib. Bişəndən sonra lobyanı qəşəng süzür. Süzəndən də sonra tam gözləyir ki, bunun suyu getsin. Bu salatdakı soyuq-soyuq buz kimi süfrəyə veriləndə daha dadlı olur. Lobyanın suyu gedənə qədər burada pomidorları qabığından çıxardırır və blenderdən keçirdir. Burada pomidorlar az olmasın, yenə deyirəm, qeyd eləyəcəm ərzaqların miqdarını. Pomidor burada sizə çox görünə bilər blenderdən keçirdəndən sonra, amma qətiyyən elə deyil. Lobyanın üzərinə əlavə eləyəndə demək olar o pomidorlar itir. Lobya çəkir o pomidorları canına. Blenderdən keçirdik, bir qaba əlavə edirik. Ondan sonra üzərinə 2 diş sarımsaq. Məsələn, 2 diş, 3 diş sarımsaq sıxılır. Xüsusi dad verir sarımsaq buna. Sarımsağı da sıxandan sonra lobyanı bir damcı elə bir soyuyub da qaynar-qaynar döyür. Suyu da tamam gedib. Lobyanın üzərinə əlavə olunur. Deməli, əvvəlcə duz, istiot, damaq dadına görə. Baxın, burada lobyanın böyüklüyünü də göstərirəm. Nə hansı ölçüdədir? Yəni barmaq boyda çox xırda-xırda doğranılmayıb. Yəni bunun forması budur. Damaq dadımıza görə duzunu, istiodunu istifadə edirik və blenderdən keçmiş pomidor, hansı ki içərisində sarımsaq əzilmişi də var. Qəşəng bunları qarışdırırıq. Görürsünüz, pomidor çox görünə bilirdi, amma qarışandan sonra tamam itir elə bilir lobyanın içərisində. Daha sonra üzərinə göyərtilərini də əlavə edib qəşəng bunları qarışdırırıq. İnanın əziz xanımlar, o qədər gözəl dadı var, o qədər ləzzətlidir ki, bu göyərtinin iyi, sarımsağın ətri, yəni çox gözəl, həm ətri, həm dadı. Mən deyərdim ki, yəni lobya sevməyən insanlar belə bu salatı ola bilməz ki, sevməsin. Yəni o dərəcədə ləzzətlidir. Bu salat da qeyd edeyim, soyuq qəlyanaltı sayılır. Bu Qarabağ salatı. Yəni Qarabağ zonasında hazırlanır. Burada bir damcı dadına da baxırıq. Mükəmməl dadı var. O biri bacım da buradadır. O da əla olmasını işarə eləyir. Yəni super dadı var. Sonda süfrəyə verilir. Burada da göstərirəm əziz xanımlar. Yəni dediyim kimi, yəni burada pomidor çox döyür. Çox görünə bilir, amma çox döyür pomidor. Ölçü olaraq da 1 kiloqram lobya, hardasa 5 dənə, 6 dənə orta boylu qəşəng, yəni xırda yox, pomidor. Göyərtilərdən hərəsindən bir dəstə keşniş şüyüd, amma yarım dəstə nanə, 2 diş, 3 diş də sarımsaq, duz, istiot və salam. Yəni salat bundan ibarətdir. Az ərzaq aparır, yəni deyim belə bahalı salat deyil, amma çox dadlıdır, çox. İnşallah siz də hazırlasanız çox bəyənəcəksiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, sağlıqla qalın.